Həmkarlar İttifaqının üzvlərini salamlayıram və burada əyləşən hər kəsə öz salamlarımı çatdırıram. Sizlərə Bakı Biznes Kooperasiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri olaraq kollecimizdə nailiyyətləri, fəaliyyətləri və sosial problemləri haqqında qısaca məlumat vermək istərdim. Bizim Bakı Biznes Kooperasiya Kolleci daima tədbirlərdə yüksək iştirak etmiş və mərhum prezidentimiz Ümumilli Heydər Əliyevin 89 illiyi ilə bağlı keçilən tədbirdə yüksək nailiyyətlər iştirak etmiş və tədbirdə layiqli yer tutmuşdur. Bundan əlavə, bu il keçirilən Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirdə də Azadlıq prospektindən Xocalı abidəsinə kimi yürüyüşdə iştirak etmiş və bu yürüyüşdə də, bu tədbirdə də layiq olduğu yeri qazanmışdır. Bundan əlavə isə bir çox tədbirlərdə müdiriyyət başda olmaq şərti ilə tələbə və müəllim heyəti yüksək şəkildə iştirak edərək bu tədbirləri layiqincə yerinə yetirmişdir. Bundan əlavə bir çox tədbirlər də keçirilir ki, bunların biri də bizim Azərbaycanlarımızın yaddaşında qanlı 20 yanvar faciəsi kimi qalan 20 yanvar günündə Şəhidlər Xiyabanını müdiriyyət başda olmaq şərti ilə tələbə və müəllim heyəti ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edirlər. Və bundan əlavə məktəb daxili də bizdə bir çox tədbirlər keçirilir ki, bu da Ümumilli liderimiz Heydər Əliyevin hər il doğum günü ilə əlaqədar təntənli şəkildə məktəbdə keçirilir, qeyd edilir. Bundan əlavə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının tədbirləri də kollecimizdə yüksək nailiyyətlərlə keçirilir və bu nailiyyətlərdə tələbələr yüksək yerlərə layiq görünürlər. Həmçinin bunlar da son deyil. Bundan əlavə məktəbin öz nəzdində yaradılmış VIP Smart qrupu adı altında KVM qrupu yaradılmışdır ki, bu da hər il Novruz bayramında, yeni ildə müəllim tələbə heyətini səhnədə nisbətən parodiya edərək canlandırıb gülüş hissi verirlər. Həmçinin bundan əlavə bizim kollecimizdə yaradılan yeni bir layihə də belə bir layihəmiz var ki, biz hər il Qurban bayramı, Novruz bayramında kimsəsiz uşaqlar evi və qocalar evinə yardım fondu göstəririk. Bu, başda hörmətli direktorumuz Fatimə xanım Quliyeva olmaq şərti ilə tələbə və müəllim heyətinin maddi dəstəyi ilə bu layihəni həyata keçiririk və bu artıq bir neçə ildir bizim kollecimizdə bu fəaliyyətdə əks etdirilir və bundan sonra davam etdiriləcəkdir. İndi isə sizə bir-iki sosial problemlər barəsində çıxış etmək istərdim. Bakı Biznes Kooperasiya Kollecinin nəzdində olan yataqxana hal-hazırda məcburi köçkün və qaçqın ailələrinin verildiyi üçün tələbələrin bəzi problemlərlə üzləşirlər. Bu da onlardan ibarətdir ki, bizim kollecimizdə təhsil alan tələbələrin böyük bir hissəsi Azərbaycanımızın bölgələrindən gəlirlər və onlar təhsillərini davam etdirmək üçün məcburan burada kirayə evlərdə qalırlar və bu da maddi sıxıntıların yaranmasına gətirib çıxardır. Düşünürəm ki, bununla əlaqədar Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamə əsasən qaçqın və məcburi köçkünlər üçün yaradılmış qəsəbələr vardır ki, bu bizim yataqxananın nəzdində olan məcburi köçkünlər də bu qəsəbələrə köçürülsə, yenidən yataqxana tələbələrin heyətinə verilsə, məncə bu daha müsbət olar ki, həm təhsil səviyyəsindən, həm də ki, dərs saatlarının yetişməməsi ilə əlaqədar olaraq tələbələr tam nəzdində yataqxanada qala bilər və maddi sıxıntılarını buradan ödəyə bilərdir. Və bundan əlavə bizim 2011-2012-ci illərdə Bakı Biznes Kooperasiya Kollecinə tələbə qəbul olmadığı maddi vəsait nisbətən aşağı düşmüşdür və bu da məktəbdə bir çox problemlərin yaranmasına gətirib çıxarılmışdır. Güman edirəm ki, bu illəri bu problemlərin də qarşısı alınır və kollecimiz hər zamanki kimi yüksək nailiyyətləri qazanar. Və nailiyyətlər demişkən, Bakı Biznes Kooperasiya Kolleci rəsm sərgisində
gözəl əl işi olan tələbələrimizin sayəsində birinciliyi əldə etmişdir. Bundan əlavə Bakı şəhəri üzrə keçirilən voleybol yarışında 17 kollec arasında ikinciliyə layiq görülmüşdür. Və istərəm ki, nəinki Bakı Biznes Konferensiya Kolleci, ümumilikdə bütün təhsil müəssisələrində yeni sistemlər yaradılsın və tələbələrin şəraiti, onların problemləri ilə yaxından maraqlanılsın və bu kimi sosial və tələbə problemlərinin aradan qaldırılmasına köməklik göstərilsin. Və sonunda bunu demək istəyirəm ki, Federasiyanın 5 illik iş rejiminə fəaliyyətinə bəxş hesab edilir və təşviş komissiyasının hesabatının təsdiqlənməsini təşrif edirəm. Və məni dinlədiyinizə görə hər birinizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Sağ olun.